Salam hörmətli YouTube və TikTok izləyiciləri, sizləri yenidən xoş gördük. Bura Gəncə şəhərdir. Gəncə şəhərində Məhsəti qəsəbəsində, yəni Seviş qəsəbəsində sənədi çıxarış olan, yəni kupça olan evin öz sənədi 92,6 kvadrat metrdir. Bax, koridor proyektli, bir zal 3 otaq olan, bax qarşıda gördüyünüz belə bir həyət evi satılır. Hal-hazırda mən sizə bu həyət evinin bağçasını göstərim. 26 ədəd ağac növü var. Qarşıda siz deməli yarım tikilini görürsünüz. Bura isə bax bağışlayın. Bura isə deməli baseynisidir. 25 tonluqdur. 3 tonluq deməli bakı var. İndi isə mən sizə bax evin üst hissəsini göstərirəm. Gördüyünüz kimi əla və eyni zamanda evin özü əla və keyfiyyətli təmir olunub. 2 qat kubiklədir. Kürsülüdür. Evin üst hissəsini gördünüz. Bax, belə bir həyət evinin qiyməti 98.000 manatdır. Qiymətində mən bildiyimə görə razılaşma olmalıdır. Deməli, bu həyət evi harada yerləşir? Bildiyiniz kimi, deməli, Gəncə şəhərində yeni yaxud təzə Şəmkir avtovağzalından, yəni avtobusların dayandığı yerdən, bax, bu həyət evinə qədər olan məsafə maksimum 300 metrdir. Gədəbəy kafesinə yaxın bir ərazidir. Onu da deyə bilərəm ki, Gəncə Şəmkir avtomagistral yolundan bax, bu həyət evinə qədər olan məsafə 100 metrdir. Yəni 100 metr. Bax, həmin o bildiyiniz avtomagistral yolundan bax, bu həyət evinə qədər olan maşın yolu var. 100 metrdir. Bu söz yenə təkrar edirəm. Ola bilsin, plus minus olsun bir neçə metr. İndi isə mən sizə navesin alt hissəsini göstərirəm. Darvazadan giriş hissəsini gördünüz. Burası isə deməli, bax, bu gördüyünüz bütün mütqət yeni dəyişdirilib. İndi isə evə daxil oluram. Bax, kürsülü olmağını görürsünüz. Koridor proyektlidir. Qiymətin 98.000 manatdır. Qiymətində mən bildiyimə görə razılaşma olmalıdır. Sağ tərəfdə mətbəxi yerləşir. Mətbəxin ölçüsü 3-4-dədir. Kamerası var. İnternet xətti hal-hazırda işlək vəziyyətdədir. Onu da deyim ki, bax, hal-hazırda gördüyünüz deməli mətbəx mebeli evdə qalır. Onu da deyə bilərəm ki, yəni evdə yaşayış olmadığına görə, bax, bu evin alqı-satqısından sonra evə köçmək, bax, bu çox belə bir müsbətdir. Yəni, müsbət haldır. İndi isə otaqlardan birini göstərirəm. Bura 3-4-dədir. Sol tərəfdə, bax, burada da 3-4-də belə bir otaq var. Bax, belə bir həyəti evinin qiyməti 98.000 manatdır. 2 ədəd, deməli 3-4-də, biri 4-5-ə, zal isə 4-6-yadır. Bax, bura otaqlardan biridir. Yəni, ölçüsünə görə ən böyük otaqdır. 4-5-ə, bura isə 4-6-yadır, zaldır. Dediyim kimi, Gəncə Şəmkir avtomagistral yolundan bu həyət evinə qədər olan məsafə maşın yolu var, 100 metrdir. İndi isə yenidən mən sizə koridorunu göstərirəm. Buranın ölçüsü isə deməli 6-nın 2-yədir. Bax, belə bir həyət evinin qiyməti 98.000 manatdır. Qiymətində mən bildiyimə görə razılaşma olmalıdır. Yenə təkrar edirəm. Sənədi çıxarışdır. Asan xidmətdə alqı-satqı gedən sənəddir. Yəni evin öz sənədi 96,2 kvadrat metrdir. Bax, belə sizlərə uğurlar. Hamamını dəsən göstərmədim, bağışlayın. Deməli, bax, burası isə hamamıdır. Gördüyünüz kimi evin içərisindədir, təmirlidir. Bax, belə sizlərə uğurlar.